Əziz müsəlmanlar, hamınızı Allahın salamı ilə salamlayıram. Bugün Musa Aleyhisselamın başına gəlmiş bir qissə barəsində danışacağıq. Deməli, bir gün Musa Aleyhisselam yol ilə gedərkən görür ki, iki nəfər bir-biri ilə dava edir. Onlardan biri İsrail oğullarından, digəri isə Fironun xidmətçilərindən idi. İsrail oğullarından olan şəxs Musaya səslənərək ondan kömək istəyir. Musa Aleyhisselam da təbii ki, ona cavab verir və yaxınlaşaraq əlini uzatdıqda Misirlini itələyir və Misirli yıxılaraq ölür. Təbii ki, Musa Aleyhisselamın niyyəti Misirlini öldürmək deyildi və Musa Aleyhisselam bu şeytan işidir deyərək Allahdan bağışlanma diləyir. Üzərindən bir gün keçdikdən sonra Musa Aleyhisselam yenə görür ki, həmin İsrailli bu səfər başqa bir Misirli ilə dava edir və başa düşür ki, bu İsrailli heç kəslə dolanmır. Hamı ilə nəsə problemi var. Yaxınlaşır yenə də İsrailliyə kömək eləməyə çalışır və bu zaman İsrailli elə zənn edir ki, Musa onu vurmaq istəyir və qayıdıb nankorcasına Musaya deyir: necə yəni, dünən Misirlini öldürdüyün kimi məni də mi öldürmək istəyirsən? Təbii ki, bu məsələni heç kəs bilmirdi. Misirli bunu eşidib tez bir zamanda aradan çıxdı və digər Misirlilərə bu xəbəri çatdırdı. Və Allahın Musaya rəhmətindəndir ki, üzərindən bir müddət keçəndən sonra bir nəfər Musaya qaçaraq gəlib Misirlilərin onu öldürməyə çalışdığını və buna görə plan qurduğunu çatdırır və tez bir zamanda şəhərdən çıxmalı olduğunu ona bildirir. Təbii ki, Musa Aleyhisselam gözləmir və tez bir zamanda şəhərdən ayrılır və Mədiyənə tərəf yol alır. Burası Şüeyb Peyğəmbərin şəhəri idi. Allah bu şəhərin əhalisini həlak etmişdi. Çünki onlar Allaha yox, ağaclara ibadət edir, insanların yollarını kəsir və onların haqlarını talan edirdilər. Buna görə də Allah onları həlak etdi. Yalnız son 8 gün hidayət olanlar nicat tapmışdılar. Musa Aleyhisselam təbii ki, tək idi və onun Allahdan başqa heç kəsi yox idi. Və bir dənə də yeməyə ağac yarpağı var idi. O yol getdikdən sonra gəlir Mədiyən şəhərinə çatır. Bura çatdıqda isə görür ki, bir neçə şəxs bir su quyusunun başına yığılaraq qoyunlarına su verir. Və onlardan da aralı dayanan iki qadın öz qoyunlarını çobanların qoyunlarından ayırmağa çalışır. Musa Aleyhisselam yaxınlaşaraq deyir: siz nə ağılla insanlarla bir yerdə qoyunlarınıza su içirmirsiniz? Qadınlar öz əhvallarını həyalı şəkildə danışaraq bildirirlər ki, biz istəmirik ki, o kişilərin arasına qarışaq. Onların arasına qarışmaqdan həya edirik. Musa Aleyhisselam bunu başa düşür və çəkilib qıraqda dayanır. Üzərindən bir müddət keçdikdən sonra həmin çobanlar uzaqlaşdıqdan sonra Musa Aleyhisselam o iki qıza kömək edir. Çünki iki qızın atası artıq qocalmışdı. Artıq qızları məcbur olub atalarının yerinə qoyunları otarır və onlara su içizdirirdi. Musa Aleyhisselam çobanların quyunun ağzına qoyduqları daşı götürərək, təbii ki, bu daş çox ağır idi, 10 nəfər gücdən götürə bilərdi, amma Allah Musaya güc qüvvət verir və Musa Aleyhisselam tək başına daşı oradan qaldırır. Və onların qoyunlarına su içizdirdiyindən sonra Musa Aleyhisselam bir ağacın kölgəsinə oturaraq Allahdan yardım istəyir və Allahdan qorxduğunu bildirir. Qadınlar evə qayıtdıqdan sonra ataları niyə görə tez bir zamanda qayıtdıqlarını soruşduqda, qadınlar onlara bir yardımsevər gəncin onlara kömək etdiyini bildirir. Və atası Safur adlı qızını Musanı onun yanına gətirməsi üçün göndərir. Qız ədəb ərşanla Musa Aleyhisselamın olduğu yerə gəlib dedi: atam bizim üçün etdiyinin əvəzini vermək üçün səni bizə çağırır. Musa qızlardan heç bir təmanna güdməmişdi. Etdikləri də yalnız Allahın razılığını qazanmaq üçün idi.
Lakin öz həya, ismət və utancaqlıqları ilə seçilən bu iki qız ataları olan yaşlı qocanın dəvətini geri çevirmək istəmədi və gəlməyi qəbul etdi. Musa əleyhissalam qabaqda, Safura isə onun arxasında gedərək evə aparan yolu göstərirdi. Görürsünüz, burada Musa əleyhissalam öz əxlaqını qorumaq üçün özü qabaqda gedir. Musa bu əməli salih kişinin evində qonaqladı. Onunla söhbətləşdi, başına gələnləri və Misirdən qaçma səbəbini ona danışdı. Əməli salih kişi ona toxtaqlıq verib dedi: "Qorxma, artıq zalım cəmaatın əlindən qurtulmusan. Çünki Mədiyən ərazisi zalim hökmdar Fironun hakimiyyəti altında deyil." Musa əleyhissalamın qəlbi sakitləşdi və bu əməli salih kişinin evində ona mərhəmətli olan Allahdan rahatlıq gəldi. O, Firon və adamlarının təqiblərindən sonra burada əmin-amanlıq hiss edirdi. Safura qoca atasına yaxınlaşdı və alçaq səslə qulağına pısıldayaraq dedi: "Atacan, qoyunlarımıza çobanlıq etməsi üçün bəlkə onu çoban götürəsən. O həm güclü, həm də etibarlı adamdır." Atası ondan soruşdu: "Ay qızım, sən onun güclü və etibarlı adam olduğunu hardan bilirsən? Axı sən onu bir neçə saatdır ki tanıyırsan." Qızı isə belə cavab verdi: "Biz onun güclü olduğunu böyük qaya parçasını quyunun ağzından tək götürərkən şahid olduq. Halbuki onu bir neçə kişi çətinliklə qaldıra bilərdi. Etibarlı olduğuna gəlincə o mənimlə danışarkən həyasından başını qaldırıb mənə baxmırdı. Mənimlə evə gələrkən isə mənə baxmaması üçün məndən onun arxası ilə yeriməyimi istədi." Qocanın qəlbi Musa əleyhissalama qarşı isindi. Onun güvənə biləcəyi, malını və ailəsini etibar edə biləcəyi güclü və namuslu kişi xislətli olduğunu gördü. Həmçinin hiss etdi ki, Musanın əxlaqı onun qızının da xoşuna gəlmişdi. Qoca Musaya dedi: "Ey Musa, mən səni bu iki qızından biri ilə evləndirmək istərdim ki, mənə həm dayaq, həm də işçim olasan. 8 il yanımda çoban işlə, qoyunlarımı otar. Əgər 2 ildə artıq işləsən, bu səndən mənə yaxşılıq olar. Ancaq mən yenə də səni heç nəyə məcbur etmirəm." Musa əleyhissalam qəlbinə səadət damcıları səpildi. O Mədiyəndəki tək tənha idi. Əməl salih qocanın təklifini qəbul edərək dedi: "İnşallah məni əməli salih insanlardan olduğumu görəcəksən." Musa ilə qoca razılaşdılar. Musa Safra adlı qızı ilə evləndi və Mədiyən cəmaatı ilə bircə əmin-amanlıq içərisində yaşadı. O öz işində qocaya qarşı çox etibarlı, həyat yoldaşına qarşı isə çox mehriban idi. Bu ona Allah Teala'nın bir mükafatı idi. Beləcə 10 il keçdi. Musa öz vətəni və ailəsi üçün çox darıxdı. O səfər etməyə qərarına gəldi və hazırlıq görməyə başladı. Görürsünüz, Musa əleyhissalamın əxlaqı bizim üçün böyük bir örnəkdir. Bizim buradan çıxaracağımız fayda nədir? Fayda odur ki, Musa əleyhissalam və yanındakı qadın bir-birlərinə qarşı iffətli və əxlaqlı şəkildə öz namuslarını qoruyaraq bir-birlərinə baxmırdılar. Musa əleyhissalamın qabaqda getməsi, qadını isə arxasıca getməsi Musa əleyhissalamın əxlaqını bildirirdi. Qadın ilə söhbət eləyərkən Musa əleyhissalam başını aşağı salması onun əxlaqı ilə bağlı idi. Təbii ki, fikir verdinizsə, Musa əleyhissalam onlara yaxınlaşıb sual verdikdə yalnızca sual verdi və geri çəkildi. Artıq söhbətlərə girmədi. Bu bizim üçün, indiki gənclər üçün də çox böyük örnəkdir. Həm qızlar, həm oğlanlar üçün. Ki, yəni zərurət olduqda yaxınlaşıb sual verirsən və daha sonra geri çəkilirsən. Bundan əlavə fikir verdinizsə, qadınlar öz heyvanlarını digər çobanların heyvanlarına qarışdırmırdılar. Orada bunun səbəbini də qadın açıqlayır ki, biz o kişilərin arasına qarışmaq istəmirik. Bu da qadının nə qədər iffətli olduğunu göstərir və Musa əleyhissalama cavab verərkən də həyalı cavab verməsi onun iffəti ilə bağlıdır. Yəni biz buradan əxlaqlı olmağı özümüzə örnək götürməliyik. Və bu hissədəki Musa əleyhissalam və qadının bir-birinə qarşı rəftarını özümüzə örnək götürərək biz də bu cür davranmalıyıq. Subhanəkəllahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyh.